uğurlu və bacarıqlı olmağın çox sayda şərtləri vardır. Məsələn, ünsiyyətçil olmaq, zəhmətkeş olmaq, özgüvənli olmaq, əzmli və iradəli olmaq, öz həddini bilmək və s. Amerikanın British Columbia Universitetindən Peter Smith belə bir araşdırma aparır. Deməli, özgüvənin və özünə inamın iş həyatında, məktəbdə, universitetdə, tələbəlik illərində, ailə həyatında IQ-dən daha çox əhəmiyyətli olduğunu müəyyənləşdirir. Özünə nəzarət və özünü idarə etmək IQ-dən daha əhəmiyyətlidir və daha vacibdir. Stanford Universitetindən Aleni Diamond bununla bağlı uzun müddətli bir müşahidə aparır. Deməli, böyük bir qrup bağça yaşında olan körpələri bir otağa dəvət edir. Onların önünə şokolad qoyur və söyləyir ki, mən 15 dəqiqədən sonra qayıdıb gələcəm. Əgər istədiyiniz vaxt şokoladı yeyə bilərsiniz. Əgər mən qayıdana qədər şokoladı yeməsəniz, sizin hər birinizə yenə əlavə bir şokolad verəcəm. Və professor çıxır və kameralar vasitəsilə uşaqlar, körpələrin hərəkətlərini müşahidə edir. Görür ki, bir qrup körpə həmən şokoladlarını yeyir. İkinci qrup körpə bir 10 dəqiqə dözür, səbir eləyir, öz hərəkətlərinə nəzarət eləməyə çalışırlar. Ancaq dözümsüzlük göstərirlər, yenə şokoladlarını deyirlər. Qalan 30%, az bir qrup, 30% müxtəlif vasitələrlə özlərini şokoladdan yayındırmağa çalışırlar. Özlərini müxtəlif vasitələrlə idarə etməyə çalışırlar. Başqa oyunlardan istifadə, əllərini, ayaqlarını oynadırlar ki, tək şokoladı yeməsinlər. Sonra bu qrup üzərində uzun müddətli müşahidələr aparır. Görürlər ki, həmən 30% irəliyə doğru həm məktəb, universitet, iş həyatında, ailə həyatında daha uğurlu, daha bacarıqlı olublar. Ailə həyatları daha huzurlu olub. Özünə nəzarət, özünü idarə etmək əslində çox erkən yaşdan qazanılmalı gərəkən bacarıqlardır. Körpə dünyaya maraq, kəşf hissi ilə gəlir. Ancaq əfsuslar olsun ki, valideynlər müxtəlif məhdudiyyətlər qoyaraq körpənin özünə nəzarət və özünü idarə etmə bacarığından məhrum edir. Bütün bu söylədiklərimlə bağlı daha geniş məlumatı Xoşbəxt Övlad Böyütməyin Fəlsəfəsi kitabından əldə edə bilərsiniz.